izləyicilərimiz, Dəyirmana 100 metr məsafədə belə gözəl 2 mərtəbəli evimiz satışa çıxdı. Bu evimizin həyəti göründüyü kimi namesi, evimizin həyətində daş düzülübdür. Həyətimizdə bax 12 tonluq yeraltı basenimiz var. 12 tonluq yeraltı basenimizdir. Moykamızdır. Sizə indi keçək evin bağını göstərin. Bura evimizin bağı. Düzdür, biraz evdə yaşanmayıb deyən bağ biraz səliqəsizdir. Evimizin böyründə belə böyük çəni var. Suyu daimidir buranın. Evimizin o çöl üçün ayaq yolumuz da var, o küncdədir. İndi onu buradan göstərəcəm sizə. Göründüyü kimi buradan yolu da var. Çöl üçün ayaq yolunun. Və keçək evə daxil olaq. Evimiz 2 mərtəbədir. Evimizə keçəndə buradan pilləkən qalxır. Pilləkənimiz əl işləmədir. Burada böyük birinci mərtəbəmiz böyük zaldır. Yəni xeyir işləri üçün nəzərdə tutulub. Göründüyü kimi evimiz beton plitələrlə tikilib. Yəni çox dözümlü evdir. Çöldən bax, çöldən darvazamız var. Yəni maşın vermək üçün, maşın vermək üçün darvazamızdır. O çöldən birbaşa. Evimiz ataplin sistemləridir. Qalxaq ikinci mərtəbəni sizə təqdim edir. İkinci mərtəbəyə qalxanda burada kuxnamız. Evimiz 3 otaq bir zaldır. Göründüyü kimi kuxnamızda dərbir əşyası var. Keçək zala. Burada da böyük belə proşatkamız var. Zala keçməmişdən qabaq onu da göstərim sizə. Və keçək zala. Zalımız da belə böyük geniş zalımız var. İstəyən olsa buradan da əlavə bir otaq da kəsmək olar. Yəni zalımız çox böyükdür. Evimiz 3 otaq bir zal. Bu otağımız qapısı bağlı olduğu üçün sizə göstərə bilməyəcəm, amma bu otaqlarımız 4-ün 4-dədir, o 4-ün 6-yadır. Göründüyü kimi, yəni evimizdə heç bir çat söhbəti ola bilməz. Keçək indi ikinci otağımızı. Bu da ikinci otağımız, bu da 4-ün 4-dədir otağımız. Və üçüncü otağımızı da o 6-nın 4-dədir. İndi onu sizə aynadan göstərəcəm. Qapı bağlı olduğu üçün. Hal-hazırda evin remontuna ehtiyac yoxdur. Evin qiymətini də soruşsanız, əlaqə saxlayın. Telefon nömrəmiz profildə var. Əlaqə saxlayın bizdən, sizə ətraflı məlumat verək.